Dünya dəyişir, nizam yenidən qurulur. Güc balansı isə hər gün yeni sınaqlarla üzləşir. Siyasi meydanda gedən proseslər təkcə hökumətlərin qərarları ilə yox, həm də qlobal və regional maraqların toqquşması ilə formalaşır. Ukrayna müharibəsindən yaxın şərqdəki gərginliyə, Birləşmiş Ştatlar Çin qarşı durmasından Cənubi Qafqazda baş verənlərə qədər hər bir hadisə yeni siyasi reallıqlar yaradır. Biz də bugün Peşəkar Mübahisə studiyasından ən aktual mövzuları müzakirə edəcəyik. Eyni zamanda bu günlərdə müsəlman dünyası Ramazan bayramını qeyd edir. Sülh və həmrəylik dəyərlərini ön plana çıxaran bu müqəddəs günlərdə hər birinizi bayram münasibəti ilə təbrik edir. Oruc və dualarımızın qəbul olmasını diləyirəm. Yaxın bir saat ərzində bələdçiniz mən olacağım, Jalə Həsənli. İlk olaraq isə studiyamızın peşəkar qonaqlarını sizə təqdim edeyim. Yeni Müsavat Media qrupunun rəhbəri Rauf Arifoğlu. Xoş gəlmisiniz Rauf bəy. Eyni zamanda siyasi şərhçimiz Mehman İsmailov. Xoş gəlmisiniz. Hər ikinizi salamlayıram. Bayramınız mübarək olsun. Bugün gün ərzində Ermənistanın yenidən sərhəddə təxribat törətməsi ilə bağlı bir xəbər yayımlandı. Onu diqqətinizə çatdırım, daha sonra müzakirəsinə keçək. Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan Silahlı Qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Gerinzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd ediblər. Və Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətindən Azərbaycan ordusunun mövqələrini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutublar. Nə baş verir? Gəlin ilk olaraq bu məsələyə aydınlıq gətirək. Mehman bəy, sizinlə başlayaq. Ermənistan pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bizə hansı mesajı verməyə çalışır? Bu sadəcə kəşfiyyat xarakterli bir uçuşdur, həyata keçirir, yoxsa növbəti eskalasiyanın anonsu ola bilərmi?